Salam əziz şagirdlər və abituriyentlər. Bugün sizlərlə qoyun sözünün amonim olub-olmama ehtimalları haqqında danışacağıq. Burada gördüyünüz qoyun fiil olaraq, burada qoyun, məsələn, kitabları masaya qoyun kimi istifadə edirik. Digər mənası isim olaraqdan. Qoyun, yəni heyvan mənasında istifadə edirik. Bu qoyunla, yəni fiil olan qoyunla İsim olan bu qoyun heyvan mənasında olan bu qoyun amonim deyil. Bəs gəlin görək, qoyun özü amonimdirmi? Bəli. Qoyun heyvan olaraq, yəni nitqsəmiz, yəni isimdir. Digər mənası qoyun qucaq mənasında istifadə edirik. Burada da nitqsəmiz isimdir. Bu zaman bu hər iki qoyun mənası amonim olur. Bəs nəyə görə feil olan qoyunla bunlar amonim olmur? Çünki feil olan qoyunda bizim başlanğıc formamız qoydur. Başlanğıc forması eyni deyilsə, biz həmin sözləri amonim götürə bilmərik. Qısaca, qoyun sözü amonimdir. Ancaq hər ikisi isim olduqda. Videomuz bu qədərdir. Videomuz sizin üçün faydalı oldusa, yaddaşa vurmağı, bəyənməyi və paylaşmağı unutmayın.